Türkiyənin milli valyutası lirə beynəlxalq valyuta birjalarında son sutq ərzində yeni tarixi minimuma düşüb. Yenabaz.com xəbər verir ki, bugün lirənin məzənnəsi 1 ABŞ dollarına qarşı 43 lirəni keçərək rekord səviyyədə ucuzlaşıb. Son bir ildə lirə təxminən 18% dəyər itirib və bu göstərici onu əsas dünya valyutaları arasında ən zəif performans göstərən valyutaya çevirir. Analitiklərin fikrincə lirənin dəyərdən düşməsi ölkədəki yüksək uzun müddətli və həllini tapmayan inflyasiya ilə bağlıdır. Bundan əlavə beynəlxalq investorların türk aktivlərini kütləvi şəkildə satması valyutaya təzyiqi daha da artırıb. Mütəxəssislər qeyd edirlər ki, investorların geri çəkilməsinin əsas səbəblərindən biri də ölkədə mövcud olan makroiqtisadi qeyri-sabitlik və siyasi risklərin yüksəlməsidir. Türkiyə Mərkəzi Bankının valyuta bazarına müdaxilələri və faiz siyasətinə dair qərarlarının isə hələlik lirənin dəyər itirməsinin qarşısını almaqda məhdud təsir göstərdiyini bildirir.